Bugün daha önce de hakkında məlumat verdiyim və video çəkdiyim mövzulardan birinə əlavə olaraq bu videonu çəkmək istəyirəm. Mövzumuz dəyişim mövzusudur. Məsələ burasındadır ki, bu dəyişimin iki versiyası mövcuddur. Amma biz bəzən bunun fərqində ola bilmirik. Birincisi əsl real variantdır, ikincisi isə saxta bizim özümüzün süni şəkildə yaratdığımız variantdır. Gəlin əvvəlcə saxta versiyası haqqında danışaq və görək ki, biz özümüz də özümüzün fərqində olmadan özümüzü buna necə inandırırıq. Məsələ burasındadır ki, insanların 90%, yəni böyük əksəriyyəti özlərinin də fərqində olmadan bu dəyişim planını edəcəkləri siyahıya əlavə eləyirlər. Yəni sanki bu bazardan hansısa bir əşyanı almağa bənzəyir və yaxud da edəcəkləri hər hansısa başqa bir işə bənzəyir. Yəni mən bir siyahı tərtib etmişəm və ora dəyişimi də bəndlərdən biri olaraq yazmışam və qarşısına bir işarə qoyuram ki, hə, o oldu. Bəs mən nə edirəm? İlk seansa getdiyim zaman və yaxud da dəyişimlə bağlı özüm üçün nəsə elədiyim zaman, ilk dəqiqələrdə, ilk günlərdə dəyişimin olmağa başladığına özümü inandırmağa başlayıram. Və mənə elə gəlir ki, həqiqətən də mən özüm üçün nəsə bir şey eləyirəm. Halbuki mən özüm üçün əslində heç bir şey etmirəm. Sadəcə təxəyyülümdə tutduğum o bəndlərdən biri olan dəyişimə tezliklə quş qoymaq üçün səbirsizlənirəm. Nədir bircə mən oraya birdən işarə qoyum ki, hə, mən bəndlərdən birinə çatdım. Və saxta dəyişim zamanı burada mənim məqsədim oradakı yol deyil. Mən hansı ağrılar çəkəcəyimə və yaxud da hansı mövzuları həll edəcəyimə, həzm edəcəyimə, özümdə hansı dəyişiklikləri edəcəyimə maraqlanmıram. Fokuslanmıram. Mənim fokusum tamamilə və tamamilə nəticədədir. Və hətta mən özümü bu nəticəyə o qədər inandırıram ki, xəyalımda tutduğum artıq dəyişmiş versiyama özümü inandırıram. Və burada mənim düşdüyüm bir tələ var. Çox insan bunun fərqində deyil. Mən xəyalımda dəyişmiş versiyamla belə məndən altdakı insanlara hava atıram, göz süzdürürəm, onları əzirəm. Xəyalımdakı dəyişmiş versiyada mən ən üst təbəqədəyəm. Halbuki reallıqda belə olub-olmamağı ilə bağlı mənim heç bir fikrim yoxdur. İnsanların düşdüyü tələ budur ki, onlar özlərinin dəyişmiş versiyasını hazır bir şəkildə xəyal edirlər və nə olur olsun ona çatmağa çalışırlar. O olmayanda isə artıq burada qəzəb baş verir. Və yaxud da onun əksinə deyiləcək hər bir şeyi inkar etmək, onun əksinə olacaq hər bir şeyi görməzdən gəlmək və yox saymaq başlayır. Halbuki reallıqda isə belə olmur. Sənin dəyişərkən son nəticənin necə olacağını sən yolun ən axırında bilə bilərsən. Yəni, beynində tutduğun versiya isə sənin hal-hazırda özünü inandırdığın versiyadır. Hansı ki, o çox əla geyimlər geyinib, saç düzümü çox əladır, cooldur, hətta baxışları belə insanları əzəcək və onlara üstdən baxacaq formadadır. Lakin biz bilmirik axı, biz həqiqətən də dəyişəriksə, içimizdəki məsələləri həll edəriksə, və yaxud da içimizdən yeni bir mən çıxardarıqsa və yaxud da onu həqiqətən də əmək verərək yaradarıqsa, o necə bir versiya olacaq? Heç kim bunu bilmir. Əgər təxəyyülündə belə bir məhsul varsa, hazır versiya, burada sən o tələyə düşməməlisən və yaxud da ayılmalısan ki, bu mənim beynimin bir məhsuludur. Reallıqda necə olacağını isə heç kim, sən də daxil bilmir. Bax bu, mənim danışdığım insanın özünün yaratdığı saxta dırnaqarası bir dəyişimdir. Hansı ki, sən onu beynində hazır vəziyyətdə tutmuşsan,
və özünü inandırırsan ki, sən illa gəlib o tutduğun şeyə çatacaqsan. Əslində isə belə olub olmayacağını sənə heç kim qarantiləmir. Yəni uzun sözün qısası, bu sənin beyninin yaratdığı və özünün inadla özünü inandırdığın bir illüziyadır. Bəs real dəyişimdə necə olur? Biz dedik axı bizim iki variantımız var. Biri saxta özümüzün yaratdığı, biri də həqiqətən də prosesin bizə gətirdiyi. Real dəyişimdə isə mən nəticəni tamamilə yadımdan çıxartmışam. Orada mənə nəticə maraqlı deyil. Burada real dəyişimdə mən bir yola çıxmışam və mənə bu yolda qarşıma çıxan proseslər, o proseslərin mənə qatacağı şeylər və burada bunlardan əlavə mənə həm də mənim özümün keçəcəyim proseslər, o yolda qarşıma çıxan şeylərin mənə necə təsir edəcəyi, mənim onlara necə reaksiya verəcəyim, nə hiss edəcəyim və əlbəttə ki, ən önəmlisi bu yolda mənim özümü öyrənməyim maraqlıdır. Real dəyişim prosesində insanın ən böyük hədəfi özünü öyrənmək olur. Orada hazır bir versiya yoxdur. Sən özünün hazır versiyanı alacaqsan nəticədə, yekunda. Bu isə ola bilər ki, çox güman ki, bizim son nəfəslərimizə, yəni ömrümüzün axırına gəlsin. Çünki real dəyişimdə konkret bir nəticə olmur. Çoxluqla müsbət olur. Bəli, həmin insanda dəyişiklik həqiqətən də hiss olunur. Xarakterində, davranışlarında artıq onun özünün sağlam bir xarakterinin olduğunu və yaxud da xarakterinin oturduğunu hiss edərsən. Amma bir neçə ildən bir o insan inkişafında və xarakterində dəyişikliklər edir. Bugün iki versiyanı izah etməyə çalışdım. Real olan dəyişimdə bizim xüsusi hansısa bir planımız və yaxud da hazır nəticəmiz yoxdur. Biz ancaq və ancaq prosesdəyik və davamlı olaraq dəyişirik. Və bu davamlı dediyim 3 aydan, 5 aydan, 1 ildən bir dəyişə bilər. Orada artıq baxır sizin yeni şeylər kəşf etməyiniz, həmin kəşf etdiyiniz şeyləri həzm etmə prosesinin nə qədər çəkməyi. Biri də var saxta olan. Mən beynimdə hazır bir variant tutmuşam və dəyişirəm adı altında. O tutduğum beynimdəki versiyamı dəstəkləyəcək şeylər axtarıb tapmağa çalışıram. Və sonra da özümü inandırıram ki, mən dəyişdim. Yox, sən o beynindəki versiyaya gəlib nəhayət ki, çatdın. Bu isə dəyişim deyil. Çünki real prosesin səni hansı yola aparıb çıxardacağını, sənə hansı xarakterlər qazandıracağını, səndən hansı xarakterləri, xasiyyətləri, vərdişləri alıb aparacağını heç kim bilə bilməz, ən birinci də sən. Ümid edirəm bu qədər danışmağın sonunda nəhayət ki, saxta ilə real olan dəyişim arasındakı o böyük fərqi, yəni illüziya ilə, saxtakarlıq ilə, insanın özünü aldatdığı o nağıl ilə, inandırdığı nağıl ilə reallıq arasında olan fərqi izah eləyə bildiyim və bir də bütün bu məlumatların sənin beynində oturmağı üçün buna dəfələrlə baxmağını məsləhət görürəm. Çünki bu dediklərim çox dəyərli bir məlumatdır. Biri var, sən özünü illərlə dediyim 30-40 il hansısa bir yalancı, saxta versiyalara, fikirlərinə özünü inandırasan və geriyə dönüb baxanda görəsən ki, əslində sən bütün bu ömrünü, yəni özünü bu fikirlərə inandıraraq yaşamısan və o qədər ömrün həba olub. Yəni sən saxta hisslərin içində yaşamsan. Reallıqları görə bilməmsən və görə bilmədiyin üçün də bir çox şeyin dəyəri gedib. Biri də var, sən özünü sorğulayasan ki, görürsən mənim o beynimdə tutduğum versiya nə dərəcədə həqiqidir, realdırmı?
Saxtadımı? Bəlkə mən əslində özümü inandırırmışam. Bəlkə əslində gələcəkdə elə bir mən yoxdur. Zaten mən özümü qüsurlardan arınmış və ən mükəmməl şəkildə təsəvvür edirəm. Bax, bunu anlamaq üçünsə sənin özünü sorğulamağın və tapdığın cavablardan qaçmamağın lazımdır ki, sən nəhayət real cavabı alasan və aldığın zamanda çətin də olsa onu həzm eləyəsən. Bax, bütün bunlar səni həqiqətən də hansısa bir müsbət dəyişikliyə apara bilər və ömrünü həba etməkdənsə onu gözəl şəkildə doya-doya daha real formada yaşaya bilərsən. Bugünlük demək istədiyim bu qədər idi və bu dediklərim çox önəmlidir. Dəfələrlə baxmanızı məsləhət görürəm. İnterneti olmayanlar üçün də videonu yükləyib telefonun qalereyasına da qeyd edə bilərlər, oradan da izləyə bilərlər. Bugünlük demək istədiyim bu qədər. Hələlik sağ olun.